Salam, hər vaxtınız xeyirli olsun. Kanalımızın əziz və dəyərli izləyiciləri. Bugün sizlərlə riyaziyyatdan 10 sualımız olacaq. Deməli, bu sualları PDF formasında yazmışdıq. İstərəm ki, video şəklində də paylaşım, sizlər faydalana biləsiniz. Deməli, birinci sualımız belədir ki, deyir, düz xətt üzərində 10 nöqtə qeyd olunubsa neçə parça var? Baxın, düz xətt üzərində 10 nöqtə. Baxın, belədir. Düz xətti üzərində 10 dənə nöqtə qeyd olunubsa neçə parça var? Belə deyir. İndi biz əlbəttə bunu oturub bir-bir saymırıq. Baxın 1, 2 belə saymırıq. Biz bunun yolunu deyirik. Hansı yol? Baxın bunu yadınızda saxlayın. Deməli, düz xətt üzərində 10 nöqtə qeyd olunubsa neçə parça var? Bunun düsturu belədir. Baxın, n vurulsun, n çıx 1 bölünsün, kəsir xəttli bölmə deməkdir. Bölünsün 2. Yəni bu nə deməkdir? Yəni 10 nöqtə qeyd olunubsa n-lərin yerinə 10'u yazacağam və yaxud 4 nöqtə qeyd olunubsa n-lərin yerinə 4 yazacağam. Yəni 10'u vuracağam, ondan birini çıxıram 9'a. Ondan birini çıxanda 9 qalır. 10'u vuracağam 9'a, eləyir 90. 90'ı da 2'yə bölürəm, olur 45. Yəni birinci sualımızda 45. Baxın bu qayda ilə. Yəni nə etdim? 10'u vurdum 9'a, böldüm 2'yə. Bu da etdi 45. Baxın qaydamız budur. Yəni bunu mütləq yadınızda saxlayın. Növbəti sualımız. Deyir ki 8'də 3 kiloqram üzərinə 120 qram və bərabərdir neçə qramdır? Baxın burada qramla istəyir bizdən. Baxın qramla istəyir bizdən buradan qramla. Ona görə nə edəcəm? Mən burada 8'də 3 kiloqramı qrama çevirəcəm. Birinci bilirəm 1 kiloqram neçə qramdır? 1000 qram. 1000'i bölürəm 8'ə, vururam 3'ə. 1000'i böləcəm 8'də 3 isə, baxın bu 8'də 3, bax bu işarə belə deyim. Bəzən uşaqlar bilmir bu nə deməkdir. Baxın bu 8'də 3 deməkdir. 8'də 3. 1000'i böləcəm 8'ə, vuracam 3'ə. Bu da eləyir neçə? 1000'i 8'ə bölüb 3'ə vuranda neçə eləyir? Deməli, 1000'i bölürəm 8'ə və vururam 3'ə. Cavabımız da edəcək neçə? 375. 375. 1000'i böldüm 8'ə, vurdum 3'ə, etdi 375. Və üzərinə də gəlirəm qramla olanı, yəni 120'ni. Üzərinə də 120'ni gəlirəm, olur neçə? 495. 495. Növbəti sualımız. Növbəti sualımız belədir ki, 22, 8, 3, 22, 8, 3, 1, 2 ədədləri verilibdir. Yəni bu ədədlər verilib. Verilmiş ədədlərdən deyir ki, moda ilə ən böyük fərqi tapın. Moda nədir? Moda o deməkdir ki, ən modda olanda belə deyim. Yəni hansı ədəddən ən çox işlənib? Hansı ədəddən ən çox işlənib? Baxın 2'dən bir dənə işlənib, 2 dənə işlənib. Deməli bunun modası neçə oldu? Moda, baxın yazıram. Moda neçə oldu? 2. 2 oldu. Ən böyük fərq nədir bəs? Ən böyük fərq odur ki, ən böyük ədəddən ən kiçik ədədən çıxıram. Ən böyük ədəd hansıdır? 20'dir. Ən kiçik hansıdır? 1'dir. 20'dən birini çıxıram 19. Deməli fərqdə neçə oldu? Ən böyük fərq 19. Və indi bizdən bunların cəmini istəyir. Cəmin. 19'un da üzərinə 2'ni gəlirəm. 21. 21. Növbəti sualımız belədir ki, sinifdə olan 5 şagird bir-biri ilə salamlaşır. Cəmi neçə salamlaşma olar? Baxın 5 şagird bir-biri ilə salamlaşırsa, deməli nə edirəm? 5'i vururam. Çünki hər şagird belə deyim də özündən bir vaid az görüşəcək də belə deyim. Yəni özü ilə qayıdıb görüşməyəcək ki, belə deyim də. Yəni 5 şagirddirsə, məsəl üçün, tutaq ki, mən 3 şagirdlə görüşürəm. Məsəl üçün, 4 nəfərik biz sinifdə, mən özüm də orada daxiləm. Mən kimlə görüşəcəm? 3 nəfər də görüşəcəm də. Həmçinin digərləri də 3 nəfər də görüşür. Ona görə 5'i vururam 4'ə, bölürəm 2'yə. 5 4'ün 20, 20'ni 2'yə böldükdə 10. 10. Növbəti sualımız. Deyir ki, ədədi 6'ya böldükdə 10'dan böyük, 30'dan kiçik qismət və qalıqda eyni olan neçə 2 rəqəmli ədəd var? Hə, ədədi 6'ya böldükdə qismət və qalıqda eyni olan ədəd istəyir. Ədədi 6'ya böldükdə qismət və qalıqda eyni olan ədədlər tapmaq üçün nə edirəm? Baxın, 6'nı vururam
Bunu da belə hesablamaq olar. n vurulsun, məsələn, belə deyim də. Daha düzü belə hesablamaq olar. Ədəd vur n üzərinə n. Yəni bu nə deməkdir? Baxın, 6-nı vururam 1-ə, üzərinə 1 gəlirəm. 6-nı vururam 2-yə, üzərinə 2 gəlirəm. Ədədi nəyə vursam, həmin ədədi toplayıram. 6-nı vururam 3-ə, üzərinə 3 gəlirəm. 6-nı vururam 4-ə, üzərinə 4 gəlirəm. Və bunu istəyir bizdən. Və indi biz də nə edirik? Baxın, 6-nı vururam 1-ə, üzərinə 1 gəlirəm. 6 üzərinə 1 gəlirəm, oldu 7. 7. 6-nı vurdum 2-yə, üzərinə 2 gəldim. 6-nın 2-ni 12, üzərinə 2, 14. Biri 7, biri 14. Sonra 6-nı 3-ə vururam, üzərinə 3 gəlirəm. 18, üzərinə 3 gəlirəm. 21, biri 21. 6-nı vururam 4-ə, üzərinə 4 gəlirəm. 24, 28, 28. 6-nı vururam 5-ə, üzərinə 5 gəlirəm. 6, 5-in 30, üzərinə 5, 35. Amma biz indi bunların bəzilərini seçəcəyik, bəzilərini saxlayacağıq. Niyə? Çünki baxın, bu ədədlər nə oldu? Baxın, bu ədədlər oldu ki, ədədi 6-ya böldü, işte qismət və qalıqda eyni olan ədədlər bunlardır. Amma indi bizim şərtimiz də var. Deyir 10-dan böyük, 30-dan kiçik. 10-dan böyük deyirsə, deməli mən burada seçəcəm. 10-dan böyükləri seçəcəm. 1, 14-ü götürürəm. 2, 21-i götürürəm. Üçüncüsü 28-i götürürəm. Bəs qalanların 7 ilə 35-i niyə götürmürəm? 7 ilə 35-i niyə götürmürəm? Çünki mənə şərt vermişdi. 10-dan böyük, 30-dan kiçikləri istəyirdi. Ona görə 14, 21, 28. Yəni neçədən olacaq? Qismət və qalan eyni olan 2 rəqəmli ədəd 3 dənə olacaq. 3 dənə olacaq. Cavabımızda 3 yoxdur. Təəssüf ki, çünki bunu biz biraz dəyişdik. Yəni sualları yazdıqdan sonra variantları görürsünüz ki, sualın burada nömrələri yoxdur. Dəyişdikdən sonra variantlarımız da dəyişdi. Bəzilərini düzəltdik, bəziləri heyf ki, düzəldənməmişik. Ona görə cavabımız neçə olacaq? 3. Yəni bu D variantını 3 götürək. 3. Növbəti sualımız. Növbəti sualımız belədir ki, deyir bir sırada Rauf sağdan ikinci. Baxın, Rauf sağdan ikinci. Baxın, Rauf sağdan ikincidirsə, deməli 1, 2. Baxın, bu Raufdur. İkinci də belə deyim. Belə xətt çəkim ən yaxşısı. Ən yaxşısı nə etmək lazımdır? Xətt çəkmək lazımdır. Deməli 1, 2. Bu Raufdur. Deyir ki, sağdan ikinci. Aynur isə soldan üçüncüdür. Aynur da soldan üçüncüdür. Baxın, 1, 2. Bu da Aynurdur. Xətt çəkdim. Üçüncüdür. Və deyir, Raufla Aynur arasında bir nəfər varsa, Raufla da Aynur arasında bir nəfər var. Sırada neçə adam var? Baxın, sırada neçə adam varsa, 3'ü burada, biri burada, ikisi də burada. Yəni 3, o da 3, 6. Növbəti sualımız. Deyir ki, torbada 5 ağ, 2 qırmızı, 3 yaşıl top var. Torbaya baxmadan göy topun çıxma etmə. Baxın, göy topunu istəyir. Amma bizdə heç burada göy top yoxdur. Görürsünüz, ağ, qırmızı, yaşıl. Deməli, cavabımız nə olacaq? Mümkün deyil. Mümkün deyil. Növbəti sualımız. Deyir ki, indi saat 17:00-dır. 265 saat sonra saat neçə olacaq? 265-i nə edirəm? Bölürəm bir günüm 24 saatıma. 265-i bölürəm 24-ə və buradan mənə nə lazımdır? Buradan mənə cavab yox. Buradan mənə qalıq lazım. Baxın, qını yazıram. Qalıq da qalır 1. Qalıq 1 qaldısa, mən nə edirəm? Qalıq 1 qaldısa 17:00-ın üzərinə, deməli, qalıq 1 qaldısa 17:00-ın üzərinə o 1-i gəlirəm, qalığı. Olur 18:00. Deməli, necə etdim? 265'i böldüm 24'ə, qalığı tapdım. Qalıq 1 qaldı. Mənə cavab lazım deyil, qalıq lazımdır. Qalıq 1 tapdım və 17:00-ın üzərinə həmən o qalığa gəldim. Oldu 18:00. Növbəti sualımız. Gülnarın, belə də bəli, Gülnarın deyir ki, Gülnarın 5 yıl sonra 30 yaşı olacaq.
Əli Gülnardan 2 yaş kiçikdir. 2 il sonra Əli və Gülnarın yaşları cəmini tapın. Buyurun bunu sizlər rəy bölməsində yazarsınız.